Salamlar, bugün biz yeni bir qrammatik qaydaya baxacağıq. Deməli, əvvəllər edərdim, artıq etmirəm və ya əvvəllər etməzdim, indi edirəm. Bunu ifadə eləmək üçün used to-dan istifadə edirik. Məsələn, deyirəm ki, I used to brush my teeth 3 times a day. Əvvəllər mən dişimi 3 dəfə fırçalayardım. Yəni, qarşınızdakı başa düşür ki, siz artıq dişinizi 3 dəfə fırçalamırsınız. Buna əlavə olaraq məlumat verə bilərsiniz ki, now I brush my teeth just once a day. İndi isə sadəcə gündə bir dəfə fırçalayıram. Və ya əksinə, məsəl üçün, desəz ki, I didn't used to wake up early ya da earlier. Yəni, əvvəllər mən erkəndən oyanmırdım. Bunu artıq qarşınızdakı bilir ki, siz indi erkən oyanırsınız. Bunun iki cür qaydası var əslində. Məsəl üçün, siz kitablarda ya da online materiallarda didn't-dan sonra used to da rastınıza gələ bilər, used to da rastınıza gələ bilər. Hər ikisi doğrudur, ancaq bizim Azərbaycanda kitablarda didn't use to olaraq keçir deyə bu variantı düzgün götürə bilərsiniz. Bununla müqayisədə, məsəl üçün, mən etdim. Məsələn, biri var deyirəm ki, I watched a film yesterday. Yəni, tam olaraq vaxt verirsən ki, dünən, nə vaxt? Dünən. Mən filmə baxdım. Bir də var deyirəm ki, mən hər axşam bir film izləyərdim. I used to watch, for example, one film every evening. Məsələn, ya a film every evening. Yəni, qarşınızdakı bilir ki, artıq siz hər axşam bir film izləmirsiniz. Bu qədər. İnşallah gələn dəfə would-la used to-nun fərqini izah edəcəm. Used to ilə bağlı misal cümlələr yazmağınızı xahiş edərdim rəylərdə və ya hər hansı bir qaydada məsələn başa düşmək istəyirsinizsə, onun daha sadə formasında izahını istəyirsinizsə, buyurub yaza bilərsiniz. Uğurlar hər birinizə. Təşəkkürlər izlədiyiniz üçün.